Çox sağ olun, hörmətli xanım sədr. Qanun layihəsi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-26-cı illər üçün Milli Fəaliyyət Planının icrası çərçivəsində hazırlanaraq təqdim edilmişdir. Bu qanun layihəsi Azərbaycan dövlətinin öz vətəndaşı ilə münasibətlərinin fəlsəfəsini yeniləyən, idarəçiliyi modernləşdirən və dövlət xidmətləri sahəsində yeni keyfiyyət standardı yaradan asan xidmət modeli əsasında hazırlanıb. Layihənin əsas məqsədi də məhz bu meyarlar əsasında göstərilən xidmətləri tənzimləyən normativ və qeyri-normativ hüquqi haqları vahid normativ hüquqi haqq çərçivəsində tənzimləməkdir. Layihənin mərkəzində xidmət istifadəçisi, yəni vətəndaş dayanır. Qanun dövlət xidmətlərinin istifadəçi yönümlü təşkili, operativ və ünvanlı göstərilməsi prinsipini bəyan edir. Ən əsası isə innovativ üsulların, həllərin və rəqəmsal texnologiyaların tətbiqinə üstünlük verilməsi prinsipini bildirir. Xidmətlər həm fiziki, həm də elektron formada göstərilə bilər. Fiziki xidmətlər xidmət təminatçılarının inzibati binalarında, vahid xidmət mərkəzlərində, səyyar formada və ya çağrı mərkəzləri vasitəsilə həyata keçiriləcək. Elektron xidmətlərlə bağlı bürokratiyanın qarşısını alacaq çox prinsipial bir norma var. Layihənin 5.3-cü maddəsi birbaşa tələb edir ki, əgər dövlət xidmətinin göstərilməsi üçün lazım olan sənəd və ya məlumat elektron hökumət informasiya sistemi vasitəsilə başqa bir qurumdan əldə edilə bilərsə, həmin sənədlər xidmət istifadəçisindən, yəni vətəndaşdan tələb edilməyəcək. Dövlət qurumları öz məlumat bazaları arasında özü danışmalı, vətəndaşa isə yalnız nəticəsini təqdim etməlidir. Və bu qanun layihəsində qeyd etdiyim normadan da daha üstün və innovativ, proaktiv xidmət anlayışı qanunla vətəndaşlara təqdim ediləcək. Bu bizim keçid etdiyimiz idarəçiliyin keyfiyyətcə yeni mərhələsidir və bu o deməkdir ki, artıq dövlət vətəndaşın müraciət etməsini, sənəd toplamasını gözləməyəcək. Dövlət özü, öz informasiya ehtiyatları arasında vətəndaşın yaranmış hüququnu, məsəl üçün pensiya hüququnu müəyyən edəcək, xidməti onun müraciəti olmadan təşkil edəcək və vətəndaşa sadəcə elektron qaydada razılığını bildirmək qalacaq. Və bu, vətəndaş üçün dövlət modelinin ən bariz nümunəsidir. Layihənin gətirdiyi digər yeniliklərdən biri də dövlət xidmətlərinin elektron reyestridir. Bu, dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanmasını, sistemləşdirilməsini təmin edəcək. Ən əsası isə təkrarçılığı aradan qaldıracaq. Və mühüm məqam odur ki, dövlət xidmətinin göstərilməsinə yalnız həmin xidmət üzrə məlumatların bu platformaya daxil edildikdən sonra yol veriləcək. Bu isə reqlamenti olmayan, hüquqi əsası olmayan xidmətlərin göstərilməsinin birdəfəlik qarşısını alacaq. Nəhayət, layihə dövlət xidmətlərinin qiymətləndirilməsi və keyfiyyətinə nəzarət mexanizmlərini müəyyən edir. Bütün dövlət xidmətləri asan xidmət mərkəzlərinə göstərilə bilməz. Ancaq bütün dövlət xidmətlərinin göstərilməsini asan xidmətdə göstərilən xidmətlərin meyarları üzrə asan xidmət indeksi ilə qiymətləndiriləcək və qiymətləndirmənin nəticələri hər il ictimaiyyətə açıqlanacaq. Və məqsəd xidmətlərin səmərəliliyini, keyfiyyətini yüksəltmək, şəffaflığı təmin etmək və elektronlaşdırma imkanlarını artırmaqdır. Əziz həmkarlar, bu qanun layihəsi müasir, çevik, rəqəmsal və vətəndaşına xidmət edən dövlət quruculuğu strategiyasının məntiqi davamıdır. Bu, asan xidmət modelinin fəlsəfəsini bütün dövlət idarəçilik sisteminə tətbiq edəcək bir layihədir. Qeyd edənləri nəzərə alaraq qanun layihəsinin lehinə səs verməyə dəvət edirəm. Çox sağ olun.